belə ümumi baxası olsaq, həqiqətən yaxşı mənada təsir edə bilmədi oyuna daxil olan futbolçular. Hər şey qaydasında gedirdi, yolunda gedirdi, amma əvəzlənən futbolçular, meydanı tərk edən futbolçular sanki layiqincə əvəzləyə bilmədilər. Meydanda boşluqlar yaranmağa başladı. Necə düşünürsünüz? Bilirsiniz, bəzən olur ki, oyunda məşqçi tamam başqa bir şey fikirləşir. Yəni, əvəz etmədən oyuna daxil olan oyuncular, bundan öncə biz görmüşük ki, Nəriman oyuna daxil olubdur, amma komandanın qələbə qolunu vurub. Səhv eləmirəmsə, Benfica ilə oyunda Kaşuk sonradan meydana daxil oldu, qələbə topunu vurdu. Amma bu günləri çox təəssüf ki, oyuna sonradan daxil olan oyuncular istənilən kömək elə bilmədi. Bu da futbolda olan bir şeylərdir, təbii ki, normaldır. Bu dəqiqə hər birimiz məyusuq. Azarkeşlər xüsusən komandanın məğlubiyyətini həzm edə bilmir. Hansısa futbolçunun səhvinə görə ona daha çox qəzəblənirlər. Bu normaldır, bunu biz də yaşamışıq. Futbolçular da istəməzdilər, amma bilirsiniz, mən bir şeyin, belə deyəm də, diqqətlə izlədim. Sanki 70-ci dəqiqədən sonra Ajax əlavə güc gəldi. İkinci nəfəs aldı. Əlavə güc gəldi, elə bir, nə deyim, belə, mən fikirləşirdim ki, bizim üçün daha rahat olar. Rəqib irəli atılar, əks hücumda rəqibi yaxalayaraq növbəti qol vurmaq imkanı. Amma həqiqətən oldu da, imkan da oldu. Şanslarınız oldu. Yəni, qol vurmaq imkanı oldu, ondan istifadə edə bilmədik. Nəticədə də ki, rəqib arada qolları vurdular, qələbə qazandılar. Amma bir şey bir baxardı, yəni onların biz oyun öncəsi də danışmışdıq. Hər hansı bir onların bir belə şansları yoxdur, belə deyək də. Amma məşqçilər necə sevinirdi o qələbəyə.